Niye zulüm gördüğü yerde ilişip kalır kadın? Niye onu ilk gününe koyan adamın ayaklarının dibindedir hələ də? Səbəb axtarır çünkü. İncinir, hainlik görür, alçalır ama bütün bunlara səbəb axtarır. Bütün fədakarlığını hündürdən əzbərə sayıb ona hatırlatmaya çalışır. Cibi boşalanda qəlbi ağrı ilə dolmasın diye suyunu özü içib ətini onun boşqabına çəkdiyi günləri xatırladır. O dərin yatdığı gecələrdə körpəsi üçün heç yata bilmədiyi gecələri xatırladır. Anasına ana deyib deyə bilmədiklərini bir-bir utduğunu başa salmaya çalışır onu. Onu sevərkən ağarmış saçlarını, büzüşmüş dərisi, bükülmüş beli, solup gitmiş xəyallarından danışır. O isə susur. Sizi incitmiş kişilərdən səbəbsiz olmayın. Dünyada heç bir zulüm ədalətli deyil və heç bir ədalətsizliyin səbəbi olmur. Dünyada heç bir kişinin həyatınızı əlinizdən alıb yerinə ağrı, xainlik, acı, nankörlük vermək üçün səbəbi ola bilməz. Getməyinizə yetəri qədər səbəb varkən dəyərsizliyinizin səbəbini axtarıb qalmağa çalışmayın. Çünki qala bilməmək özü elə ən böyük səbəbdir.